Son günlər ölkə ərazisində müşahidə olunan soyuq, qarlı hava şəraiti Respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən ümumi təhsil məktəblərinin istiliklə təminatının normal saxlanılmasına zərurət yaradır. Şəmkir rayonunda fəaliyyət göstərən ümumi təhsil məktəblərinin istiliklə təchizatı məsələsi nəzarətdə saxlanılır. Rayondakı təhsil müəssisələrinin bir hissəsində istilik mərkəzləşdirilmiş qaydada, digər hissələrində isə müxtəlif vasitələrlə təmin olunur. Şəmkir rayon Şahin Əmirov adına Dəllər Cırdaxan kənd tam orta məktəbi 480 yerlikdir. Hal-hazırda məktəbdə 537 şagird təhsil alır. Həmin şagirdlərin təlim tərbiyəsi ilə 65 müəllim məşğul olur. Məktəbdə istilik kombi sistemi ilə təmin olunur. Bizim məktəbimizdə mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunub. Bütün radiatorlarımız, istilik sistemlərimiz hamısı su ilə doldurulub yoxlanılmışdır, tam hazır vəziyyətdədir. Rayonda da məktəbimiz salib seçilmiş məktəblərdən biridir. Hər il qəbulumuz olduğu kimi bu ildə biz şagirdlərimizdən uğurlar arzulayırıq və gözləyirik ki, onlar yəqin ki, ali məktəblərə qəbul olacaqlar və onların sədası həmişə yüksəklərdən gələcək. Şəmkir rayonu Sahib Əliyev adına Ağlavaşlı kənd tam orta məktəbi 2013-cü ildə yenidən tikilərək şagird və müəllimlərin istifadəsinə verilib. Hal-hazırda tədris ocağında 384 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 39 nəfər təhsil verən məşğul olur. Ümumi təhsil məktəbində istilik kombi sistemi ilə həyata keçirilir. Qış mövsümü başlayandan ölkə üzrə noyabr ayının 15-dən etibarən istilik mövsümü başlamışdı və biz də deməli mövsümlə əlaqədar bütün istilik sistemləri, kombi sistemləri yoxlanılmış və tam hazır şəkildə istifadəyə verilmişdir. İstiliklə bağlı heç bir problemimiz yoxdur. Hər şey qaydasındadır. Dərslər normal həyatda davam edir. Deməli 3 nəfər ocaqçımız var. Onlardan biri deməli il boyu işləyən işçilərdəndir, ancaq ikisi mövsüm ocaqçı kimi fəaliyyət göstərir. Noyabr ayının 15-dən aprel ayının 15-nə kimi. Şəmkir rayon Qılınçbəyli kənd tam orta məktəbi 75-ci ildən fəaliyyətə başlayıb. Məktəb ilk illərində 9 illik təhsil versə də 1991-ci ildən tam orta məktəb kimi fəaliyyət göstərir. Bugün məktəbdə 242 şagird təhsil alır. Təhsil alanların təlim tərbiyəsi ilə isə 31 müəllim məşğul olur. Məktəbin istiliklə təminatına gəlincə siniflər yeni pelet sobası ilə qızdırılır. Tədris ocağının direktor əvəzi olan Yaqub Əsadov bildirir ki, istiliklə bağlı məktəbdə heç bir problem yoxdur. Bu ilin əvvəlindən, yəni yanacaqdan istifadə etmək dövrü başlanandan, qış mövsümü fəaliyyətə başladıqdan bir ay müddətində təxminən biz odun yanacağından istifadə edirik. Artıq bir həftə müddətində ki, pellet yanacaqdan istifadə olunur. Xeyr, pelletdən kifayət qədər təmin olunmuşuq. Sobalarımız tam qaydasında istifadə olunur. Lazımi əməkdaşlar təlimatlandırılıb. Hər sobanın yanında təlimat vərəqləri asılıb. Yəni istəyən bir şəxs təlimatla yaxından tanış olur. Yəni yanacaqla bağlı, istiliklə bağlı ciddi bir problemimiz yoxdur. Şəmkir rayon Əhməd Cəmil adına Zəyim qəsəbə tam orta məktəbi bu ilin fevral ayında əsaslı təmir edilərək şagird və müəllimlərin istifadəsinə verilib. Məktəbdə 404 şagirdin təhsil aldığı bildirilir. Bütün sinif otaqlarında, idman zalında müasir tələblərə cavab verən şərait yaradılıb. Bu məktəbdə istilik kombi sistemi ilə təmin edilir. Gördüyünüz kimi bütün şəraitlə təchiz olunmuşuq. Son zamanlarda bildiyimiz kimi mövcud soyuq hava şəraiti ilə bağlı məktəbimizdə şükür Allaha heç bir problem yoxdur. Məktəb ümumilikdə qazanxana sistemi ilə təşkil olunub, kombi işləyir, qazımız var. Qazanxana sistemində bizdə 2 nəfər ocaqçı növbəli şəkildə istiliyimizin təmin olunmasına nəzarət eləyirlər. Heç bir problemimiz yoxdur. Bizə bu şəraiti yaradan dövlət başçımıza, cənab prezidentimizə, bütün qəsəbəmiz və şagirdlərimiz adından təşəkkür edirik. Bizim də öhdəmizə düşən onların vətənə, vətəndaş kimi, xeyirli övlad kimi təhsil almalarında rol oynamaqdır. Aldığımız məlumata görə Şəmkir rayonu üzrə 75 ümumi təhsil məktəbi var. Bunların 60-ında istilik mərkəzləşdirilmiş qaydada təmin olunur. 15-də pelet sobasından istifadə edilir.